Qoç, bugün fəaliyyət sahənizlə bağlı vacib qərarlar qəbul edə bilərsiniz. Mühüm danışıqlar mümkündür. Yeni dostluq əlaqələri yaranacaq. Qəfil hədiyyə və ya gəlir istisna deyil. Buğa, yeni ideyalar və innovasiyaların tətbiqi üçün uyğun gündür. Problemlərdən birini həll edə bilərsiniz. Çətinlikləri aradan qaldırmaq üçün orijinal metodlardan istifadə edin. Tənhalığa, tərk-i dünyalığa meyilli olmayın. Əkizlər, potensialınız yüksəkdir, iradəli və qətiyyətli olun. İntuisiyanız güclənəcək. Ünsiyyət zamanı maraqlarınızın təminatına önəm verin. Kommersiya fəaliyyəti üçün yaxşı zamandır. Xərçəng, mövcud problemləri, maliyyə məsələlərini vaxtında yoluna qoyun. Ailə büdcəsinin planlaşdırılmasında dəqiq qərarlar qəbul edin. İşdə statusunuzu artırın. Zərurət yaranarsa rəhbərliklə də danışıqlar aparın. Şir, yaradıcı fəaliyyətlə məşğul olanlar üçün pis gün deyil. Gəlirlərin artırılması, maddi məsələlərin uğurlu həlli mümkündür. İşlə bağlı çoxlu səfərlər etməli olacaqsınız. Yolda diqqətli davranın. Qız, praktiki məsələlərin həlli üçün münasib zamandır. Daşınmaz əmlakla bağlı problem yaranıbsa, onun çözümünü sabaha saxlayın. Aktiv müdaxilə tələb edən situasiya yaranacaq. Amma narahat olmayın, intellektual potensialınız yüksəkdir. Tərəzi, çox qarışıq, çətin gündür. Çalışdığınız kollektivdə əks cinsdən biri ilə münasibətləriniz gərginləşəcək. Ehtiyatlı olun, rəqiblər fəallaşıb. Ayıq davranın, ətrafınızdakı baş verən hadisələri diqqətlə izləyin. Əqrəb, yaradıcı fəaliyyətlə məşğul olanlar üçün pis gün deyil. Gəlirlərin artırılması, maddi məsələlərin uğurlu həlli mümkündür. İşlə bağlı çoxlu səfərlər etməli olacaqsınız. Yolda diqqətli davranın. Oxatan, sizin üçün yeni olan işə uyğunlaşmağa çalışın. Peşəkar fəaliyyət müstəvisində bilik və bacarıqlarınızı artırın. Əmək prosesini intensivləşdirmək üçün ideyalara ehtiyac var. Məhsuldarlığı əldən verməyin. Oğlaq, gündəlik işləri yarımçıq qoymayın. Yeni məlumatlar əldə etməyə çalışın. Danışıqların aparılması, müqavilələrin imzalanması üçün əlverişli zamandır. Əsas məsələ bütün riskləri hesablamaq, macəralara qatılmamaqdır. Dolça, tələsməyin, müxtəlif sahələrdə fəaliyyət üçün əlverişli zamandır. Sizə inanan insanların etimadını doğruldun. Bilik və bacarıqlarınızı göstərin. Ətrafınızdakı insanlar maddi və mənəvi dəstək üçün sizə müraciət edəcəklər. Balıqlar, günün ilk yarısında işlər pis getməyəcək. Vacib məsələnin həllini gecikdirməyin. Pullarınızı məntiqlə xərcləyin. Yarımçıq qalmış layihəni bitirməyə çalışın. Ənənələri və yazılmamış qaydaları pozmaq məsləhət deyil.